Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən Namazov Akademi Tədris Mərkəzinin müəllimi Almaz müəllimə bu gün sizinlə birlikdə Yeni Nəşr Time kitabından Quantifier bölməsinin izahına baxacağıq. Ümumilikdə 70 dəstdən ibarətdir. Başlayaq birincidən. Birincidə uyğun variantı seçirik. Having been invited to a friend's wedding, I decided to buy a new outfit. I had boşluq sweets, cəmisim, but boşluqdan sonra them obyekt əvəzliyi gəlibdir. Xəbərimiz də were suitable for the such an occasion. Deməli, dostumun toyuna dəvət aldım. Dəvət aldığım üçün qərarlaşdım ki, yeni bir paltar alım. Mənim kostyumlarım var idi, ancaq onların bilmirik nə deyir. Yəqin ki, deyəcək ki, onların heç biri belə bir mərasim üçün uyğun deyildi. But varsa, bu bizə ipucu verir ki, bir tərəf təsdiq olacaqsa, bir tərəf inkar olsun. Məsələn, A variantında a lot of çox-çoxlu, plenty də çox deməkdir. Ancaq adverb funksiyasındadır. Yanında of-u yoxdursa adverbdir. Bunu ataq getsin. Amma of-u qoysaydıq belə yenə də götürə bilməyəcəkdik. Niyə? But bir tərəfi təsdiq, bir tərəfi inkar istəyir. Yəni bir tərəfdə çox deyiriksə, bir tərəfdə az olmalıdır. B də yenə təsdiqdir deyə atacağıq, E də o qəbildəndir. Ya C ya da D olar. Xəbərimiz nədir? Cəmdir. Cəmdirsə nə ilə geri dönüş edəcəyik? None of-la. Niyə? Çünki neither xəbərini təkdə qəbul edir. 2-yə gəldikdə bizə yanlış lazımdır. The internet is an increasingly important means of communication. İnternet artan bir ünsiyyət, vacib bir ünsiyyət vasitəsidir. Baxırıq ki, bir ünsiyyət vasitəsindən söhbət gedir. Minsin təki cəmi eynidir. Əgər təkcə bircə dənə internetdən söhbət gedirsə, onda bir ünsiyyət vasitəsidir. Bizə nə lazımdır? Article lazımdır. An article-ını qoyacaqıq. Ona görə bu yanlış. İkinciyə gəldikdə another means, digər bir vasitə. Nə? Deməli, növbəti daşqının qarşısının alınması üçün daha bir imkan, daha bir vasitə çayın yatağını, məcrasını genişləndirməsidir. Daha bir vasitə, daha bir imkan, bir vasitədə söhbət getdiyi üçün bu doğrudur. Bizə yanlış lazımdır deyə içini ataq getsin. 3-ə gəldikdə depredation of the environment is destroying. Meşələrin dağıdılması səbəb olur nəyə? Çoxlu növlərin məhvinə. Species təki cəmi eynidir. Qarşısında lots of qoysaq cəmli ifadə edəcəkdir. Doğrudurmu? Bəli, problem yoxdur. 4-ə gəldikdə isə many plant and animal species xəbəri cəm veribdir. Burada species cəmli ifadə edir. Nədən bildim? Çünki qarşısında many gəlib. Many gəlibsə cəmli ifadə edəcək, xəbərdə cəm olacaq. Doğrudurmu? Bəli. Bir dənə yanlışımız var, o da bir də D variantı. 3-ə gəldikdə isə yenə bizə doğru variantlar lazımdır. Nowadays people who enjoy reading newspaper is varsa nə qoyacağıq? Nə qoya bilərik? Deməli, large quantity of ataq getsin. Bizə xəbər tək götürən lazımdır. Many ataq getsin, xəbər cəm olacaqdır. A great deal of sayılmayan isimlərlə gəlir. People cəm dediyi atacağıq. Several yenə xəbəri cəmdə götürür, atacağıq. Nə olacaqdır? The number of people digər tərəfə gəldikdə every özündən sonra ya rəqəm götürəcək, ya few ifadəsini götürməklə bəli, cəm isim götürə biləcəkdir. O zaman bir də nə olacaqdır? Bugün qəzet oxumağı sevən insanların sayı the number of ötən 50 ilə nisbətən daha azdır. Less than that of 50 years ago. Digər tərəfə gəldikdə the nurse visiting him every few minutes. Tibb bacısı onu bir neçə dəqiqədən bir ziyarət edirdi. D variantı. 4-də isə he is an expert on the language, but he knows, but deyirsə, deməli bu nədir? O dil üzrə bir mütəxəssis idi, müsbət bir şeydir. But deyirsə, bura mənfi olacaqdır. Ancaq ingilis dilini haqqında nə deyəcəyik? Yəqin deyəcək ki, çox az bilirdi. Deməli, feil var. Feildən sonra few gəlməz, several gəlməz. Bunlara ataq getsin. Digər tərəfə gəldikdə isə ikincidə of var. Of varsa, elə bunu da ataqda everydə ofla birləşə bilmir. Ya A-dır, ya da ki, I variantı olacaqdır. E variantı niyə qoya bilmirəm? Burada students, canlılardan söhbət gedir. A large amount of cansızlarla istifadə olunacaq. O zaman doğru variantımız A variantıdır. O dil üzrə mütəxəssis idi, dillər üzrə, amma ingilis dilindən çox az məlumatlı idi, bilirdi. Digər tərəfə gəldikdə, the vocabulary list had been memorized by all of the students. Lüğət bütün tələbələr tərəfindən əzbərlənmişdi və onların hər biri imtahandan 80%-dən çox bal topladılar. Bu formada A variantı.
Beşə gəldikdə isə deməli burada of var. Ofdan sonra canlı isim gəlib. Yəni cəmdə olan isim var. Little cansızlardan ya saymayanlarla istifadə olunacaqdır. Much da saymayanlarla istifadə olunacaqdır. Lots of-dan sonra təyin ediciyə ehtiyac yoxdur. Çünki birləşmənin özündədir of. Bunu da ataq getsin. Digər tərəfə gəldikdə isə 2. 2-də of-dan sonra sayılmayan isim var. Sayılmayan isim varsa if-ünü çıxaq. Çünki if özündən sonra sayılan isim qəbul edir. Doğru variantımız C variantı olacaqdır. Deyir, onun iş yoldaşlarından yalnız bir neçəsi evləndiyini bilirdi, evli olduğunu bilirdi. 2-yə gəldikdə isə during my first week at work, işdə deməli ilk həftəmi telefonlara cavab verərək, vaxtımın çox hissəsini telefonlara cavab verərək keçirtdim. 6-da isə I really want to know what kind of feeling it is to have a relative that hates you to varsa və sənə çox nifrət edən, deməli feili aiddir də bizə nə lazımdır? Adverb funksiyasında çıxış eləyənlər lazımdır. To-dan sonra little gələ bilməz, many ümumiyyətlə gələ bilməyəcək, çünki many isimlərlə istifadə olunur. To ilə enough-ı da yanaşı qoya bilmirəm. Nə olacaq? Too much olacaqdır. Digər tərəfə gəldikdə we had room. Deməli, room otaq mənasında sayılır. Əgər many qoysaq, onu cəmləməliydik. Amma boş yer mənasında isə sayılmır. Enough-la birlikdə istifadə oluna bilər. O zaman burada da olacaqdır enough room. Bizim kifayət qədər yerimiz var. Buna görə də heç birimizin yerlə bağlı bir problemi olmayacaqdır. 2-də olacaqdır enough room. 1-ə gəldikdə isə I really want to know. Mən həqiqətən bilmək istəyirəm ki, sənə bu qədər çox nifrət edən bir qohumun olması necə bir hissdir? Doğru variantımız C variantı. 7-yə gəldikdə isə boşluqdan sonra hop sayılmayan isim. Deməli, much, little, okey, gedə bilirik. İkinci tərəfə gəldikdə isə attention yenə sayılmayan isim, hər biri ilə davam edə bilirik. O zaman keçək tərcüməyə. Scientists have, alimlərin ümidi var. Nəyə? Xəncəngin tam şəkildə müalicəsini tapmağa. Tam şəkildə, yəni çox xərçəngin tam şəkildə müalicəsini tapmağa çox ümid bəsləyirlər. Az ümid bəsləyirlər, yox. Çox ümid bəsləyirlər. Ümidləri çoxdur. O zaman yəni bizə müsbət bir şey lazımdır. O zaman much-la geri dönüş edəcəyik. İkinci tərəfə gəldikdə isə təəssüf ki, siz onu to have repeated again, siz onu yenidən təkrar etməli olacaqsınız. I paid təkrar etməli olacaqsınız deyirsə, deməli mən ona diqqət yetirməmişəm. Mənfi lazımdır bizə. A huge amount of, mən ona çox diqqət yetirdim. A little, biraz diqqət yetirdim. Bunları desəm müsbətdir. O zaman onun təkrar etməyə ehtiyacı yoxdur. O zaman nə deyəcəyik? Very little. Təəssüf ki, siz onu yenidən təkrar etməli olacaqsınız. Çünki mən ona çox az diqqət yetirdim. E variantımız doğru variantdır. 8-də isə elder people's portrait. Xəbərimiz nədir? Xəbərimiz təkdədir. Nə rate sözünə görə uyğunlaşacaqdır. Bu ayrı bir məsələ. Birinci tərəfə gəldikdə isə nəyə diqqət yetirəcəyik? Özündən sonra cəm isim gəlibdir. İç özündən sonra cəm isim gətirməyəcəkdir. Daha sonra most özündən sonra cəm isim gətirəcək. No da isim, cəm isim gətirə bilər. Bunları saxlayaq. Digər tərəfə gəldikdə isə it will advisable məsləhətdir ki, alkoqoldan və siqaretdən imtina edəsən, əl çəkəsən. Özündən sonra sayılmayan isim. A number of özündən sonra sayılmayan isim gətirməyəcəkdir. Yalnız sayıla bilən cəm isim gətirir. O zaman birinci tərəfə gəldikdə gəlin tərcümə ilə keçək. Yaşlı insanların nəbzi saniyədə 2 bits, 2 döyümdən daha az vurur. Yaşlı insanların nəbzi. Müsbət bir cümlədir. No-ya ehtiyac yoxdur. Eni hər hansı bir yaşlı insanlar, yoxsa əksər yaşlı insanların nəbzi. Most daha uyğun gəlir. Gəlin digər tərəfə də baxaq. Digər tərəfə gəldikdə isə hamiləlik dövründə məsləhətdir ki, bütün alkoqol və spirtli içkilərdən, yəni bu kimi vərdişlərin hamısından imtina edəsən. Bir neçə alkoqol və siqaret deyə bilmərik. Bütün onların hamısından imtina edəsən. Bəli, hər bir halda D variantımız uyğundur. Birinci tərəfdə mostla geri dönüş edəcək, ikinci tərəfdə də all doğru variantımız olacaqdır. Bizə doğru lazımdır. Even people who don't have any money, inkardan sonra any gəlibdir, doğru. Deməli, pulu olmayan insanlar sadəcə olaraq sərgini görə bilərlər, pulsuzdur, doğrudur. Any inkardan sonra gələ bilər, inkardan əvvəl yox. B variantına gəldikdə out of all the students, all
Deməli, all the students. All özündən sonra Z artiklını gətirə bilər, gətirməyə də bilər. Bu hissə doğrudur. Digər tərəfə gəldikdə most of the questions olacaqdır. Mostun qarşısına Z qoymağa ehtiyac yoxdur. Quantifier'dir. Z-ni harda qoyacağıq? Of-dan sonraya qoyacağıq və isimdə cəmdə olmalı idi. C variantına gəldikdə most of the, most isimlərə ya birbaşa qoşulacaqdır, yoxsa varsa of götürməlidir. Ona görə bu da yanlış variantdır. D variantına gəldikdə deməli, sunshine sayılmır deyə few yox, little-dan geri dönüş edəcəyik. E variantına gəldikdə isə none birbaşa isimlərlə birləşə bilmir. None of the money olmalıdır. Bu da yanlış. Doğru variantımız A variantı. 10-cu sualda most people, most birbaşa özündən sonra sayıla bilən ismi cəm götürəcəkdir. A few days cəm isim gətiribdir. A little trouble sayılmayan isim doğrudur. Several of my friends, several özündən sonra of qoyacaqsa təyin edici qoymalıdır, doğru. Başqa, bu tərəf doğrudur. C variantına gəldikdə deməli, I haven't done much reading. İnkar cümləsi varsa muchla geri dönüş edəcəyik, doğru. D variantına gəldikdə my mother always told me that any dream is worth. Anam mənə deyir ki, hər bir arzu təqib edilməyə, reallaşdırmağa dəyər. Any bəli istənilən hər hansı bir şey mənasında təsdiq cümlələrdə istifadə oluna bilir. Burada da bir problemimiz yoxdur. E variantına gəldikdə isə all we had a lot of fun. Ofu yoxdur. Yanlış variantımız E variantı olacaqdır. Çünki a lot təkcə adverb olacaqdır. Yox, özündən sonra isim gətirirsə biz artıq orada ofu qoymağa məcburuq. 11. A great deal of sayılmayan isimlərlə istifadə olunacaqdır. Money gəlib, doğru. A huge amount of fresh water, doğru. A good many years, many özündən sonra cəm isim alacaq, yanlış. Amma əgər many e birləşməsi varsa, many e bu özündən sonra tək isim alır. Many a day, bu da doğrudur. 1, 2, 4. Yəni 3-dən başqa hər biri. 12-yə gəldikdə deyə təki cəmi eynidir. Biz məsələn several, most, many qoysaq cəmli ifadə edəcəkdir. Digər tərəfə gəldikdə isə only var. Only özündən sonra nə gətirir? Only özündən sonra sayıları gətirə bilər. Only 2, only 3, only 4 və yaxud da ki onlydən sonra ya a few ya da a little gələcəkdir. Enough-ı ataq getsin. Few gəlməyəcəkdir. Və xəbərinə baxıram. Xəbər nədir? Hasdir. Hasdirsə, deməli, onlydən sonra a few qoysam xəbər cəm olmalı idi. Onlydən sonra to qoysam xəbər cəm olmalı idi. Doğru nədir? A variantı. Qəfəsdən bir neçə maral qaçdı. Only one of them. Onlardan yalnız biri tapıldı. One of them. Doğru variantımız A variantı. Deməli, bizə doğru variant lazımdır. The most of the coastal cultures, most özündən sonra of gətirib Z gətirməli idi. Mostdan əvvələ biz Z qoya bilmirik. Ona görə A variantı yanlış. Digər tərəfə gəldikdə isə min özündən sonra cəmsini alacağıq. B variantına gəldikdə Nike and Apple have both invested a lot of money. Doğru. Deməli, both cümlədə bəzən mübtadadan sonra gəlib o mənasını daha da gücləndirə biləcəkdir və əsas feildən qabaq, köməkçidən, modallardan sonra doğrudur, heç bir problem yoxdur. A lot of da həm sayılan, həm sayılmayan isimlərlə istifadə olunur. C variantına gəldikdə Sam özündən sonra sayılan ismi cəmləməli idi. Burada da several özündən sonra cəm isim götürməli idi. Ona görə C variantımızda bir yanlış. D variantına gəldikdə many of, manydən sonra of qoyuruqsa mütləq bizə Z article lazımdır. Many of the amusement parks. Bu da yanlışdır. E variantına gəldikdə isə decisions about how to use public money must be made with a careful consideration given to many criteria. Çünki kriteriya sayıla bilən cəm isimdirsə bizə match yox, many lazımdır. Doğru variantımız B variantı. 14. 14'te de bize yanlış lazımdır. I have got some interesting ideas. Some özündən sonra sayıla bilən cəm isim götürübdür. Sual cümləsidir deyə enadan istifadə etmişik. Doğru. The vote was split. Səslər bölünürdü. Half were in favor of the motion. Yarısı xeyrinə, yarısı əleyhinə idi. Doğrudur. Burada da heç bir şey yoxdur. Half təkcə tək formada da müftəda funksiyasında gələ biləcəkdir. Many people, many özündən sonra cəm isim gətiribdir. Doğru. Digər tərəfə gəldikdə very few people, very özündən sonra few, little falan bunları gətirəcəyik. Bu da doğrudur. D variantına gəldikdə there is nothing I like better than a good book, but I haven't done much reading.
Much reading. Doğru. Not all of the people are friendly. All'un qarşısında everyday oldu, bunların qarşısında not istifadə oluna bilər. Bura qədər doğru, heç bir problem yoxdur. Amma biz all'dan sonra of qoyuruqsa, mütləq ofdan sonra the article qoyulmalıdır. Ona görə yanlış. Digər tərəfə gəldikdə most özündən sonra of götürə bilər. Amma ofdan sonra nə lazımdır? The article. Niyə? Çünki birləşmənin özündə deyil, of kənardan gəlir. Of kənardan gəlirsə, ofdan sonra artıq bir təyin edici olmalıdır. İşarə əvəzlikləri ola bilər. Daha sonra deyim ki, yerik əvəzlikləri ola bilər, artikel ola bilər və s. Əsas odur ki, orada ismin qarşısı boş qalmasın. Yanlış variantımız E variantı. 15 yanlış lazımdır. I have talked Josh and Sarah, but I haven't talked to the other students yet. Deməli, the other ifadəsi özündən sonra tək isim də gətirə bilir, cəm isim də gətirə bilir. Məlum olan şəxslərdən söhbət getdiyi üçün də artikeldən istifadə etmişik. The other ifadəsi gəlibdir, doğrudur. The teacher gave each of the students, each özündən sonra of götürüb cəm isim götürə biləcəkdir. A piece of paper, a piece də bir birləşmədir, doğru. We invited a few friends, a few özündən sonra cəm isim gətiribdir, doğru. I have been to New Zealand, Australia and many other countries. Many özündən sonra other gətirə biləcək. What other, many other, bəli ola bilər. No other, bunlar istifadə oluna bilər, doğru. İ variantına gəldikdə where is the other shoe? Digər ayaqqabı, yəni ayaqqabının digər tayı haradadır? The other, əgər boşluqdan sonra isim, deyək ki, burada isim varsa, onda azdan sonra s verə bilməyəcəyik. The other shoe. Deməli, there is only this one in the shoe rack. Bir tay var və digəri hanı? Digəri deyirsə, iki şeydən digəri the other ifadəsidir. The other plus isim. Orada artıq s verə bilməyəcəyik. Yanlış variantımız I variantı. 16-ya gəldikdə of our time sayılmayan isim var. Sayılmayan isim varsa many-ni atırıq, few-nu atırıq. Çünki onlar özlərinə sonra deməli cəm isim gətirməlidir. Ofdan sonra da təyin edici var. Bu nə deməkdir? Deməli hər hansı bir birləşmədir ki, of onun özündə deyil, kənardan götürülübdür. Məsələn, plenty of özündədir. Ona görə ondan sonra birbaşa isim gəlməlidir. Təyin edici ehtiyac yoxdur. Amma burada av var deyə bizə elə bir ifadə lazımdır ki, of kənardan gəlmiş olsun. Ya much ya da ki little-la geri dönüş edəcəyik. O zaman nə olacaqdır? Biz vaxtımızın, tətil zamanı vaxtımızın çox hissəsini evdə keçirdik, içəridə keçirdik. Niyə? Çünki hər yer demək olar ki, kifayət qədər, bu da adjective var, stormy. Boşluqdan əvvəl adjective varsa, yəni boşluq adjectivedən sonradırsa, nə istifadə edəcəyik? Enough gələcəkdir. Doğru variantımız E variantı. Vaxtımızın çox hissəsini içəridə keçirdik. Çünki hər yer demək olar ki, hər yer kifayət qədər soyuq idi. Ona görə də içəridə keçirdik. Doğru variantımız tərcümə cəhətdən də E variantı olacaq. 17 bizə yenə yanlış lazımdır. We could search much of the forest within 4 hours. 4 saat ərzində meşənin çox hissəsində axtarış etdik. Deməli, maç özündən sonra sayıla bilən tək isim gətirəcəkdir. Bir şeyin çox hissəsi mənasını ifadə edəcəkdir. Doğrudurmu? Doğru. B variantına gəldikdə most of, mostdan sonra of gəlibsə, sayıla bilən cəm isim də ola bilər, sayılmayan isim də ola bilər. Amma bir məqam var ki, of varsa, ofdan sonra təyin edici olmalı idi. Of the blue. Ona görə B variantımız yanlış. The dog follow them passing by several of the corners. Several'dan sonra of qoyubdur və of kənardan gəldiyinə görə the article gəlibdir. Doğru. Many a fish. Many a fish elə many fish-ə bərabərdir. Many a fish. Sayıla bilən tək isim doğru. Only a few, only özündən sonra ya a few ya da a little getirəcəkdir. Sayıla bilən isimlərdən söhbət getdiyi üçün a few gəlibdir və a few-dan sonra of qoyubsa the article orada mütləqdir. Qoyduğuna görə bu da doğru. Yanlış variantımız B variantı. 18. 18-ə gəldikdə enough deməli sifətdən, əgər isim varsa, enough sifətdən əvvəl də istifadə oluna bilir, sifətdən sonra da istifadə oluna bilir. Əgər enough sifətdən əvvəl istifadə olunursa, oradakı ismi sayılandırsa, mütləq həmin isim cəmlənməlidir. Yəni, enough challenging task dedikdə, burada task sözü cəmlənməli idi. Niyə? Çünki enough yanına görəsinə article qəbul etmir. Amma enough ortada gələndə özündən əvvəlki sifətə aid olur. Bu zaman isim təkdə də gələ bilər, cəmdə də gələ bilər. Bu doğru. So-ya gəldikdə, so özündən sonra isim götürməyəcək, article da götürmür. Bir halda isim götürər ki,
So sifət gəlsin və ondan sonra sayıla bilən tək isim gəlsin. Məsələn, 4 doğrudur. 5-ə gəldikdə most özündən sonra sayıla bilən ismi cəmləyəcəkdir. Most developed countries doğrudur. Most birbaşa da isim götürə bilir. Most countries əksər ölkələr. Bu da doğru olacaqdır. O zaman bizim bir dənə yanlışımız deməli harda oldu? 1 yanlışdır, 3 yanlış. 1 də 3'ü çıxsaq 2, 4, 5, 6 bir variantımız doğru variant olacaqdır. 19. 19 plenty of blockbusters deyəcək. Of yoxdur, yanlışdır. Çünki plenty tək formada istifadə olunanda adverb olacaqdır. Quite-dan sonra if you gələcəkdir, əla. Amma if you-dan sonra cəm isim gəlməli idi. Apostrof çöldə olacaqdı. So more deməli nə dedik? Dedik ki, so-dan sonra əgər adjective varsa, biz orada cəm isim qoya bilmirik. Yalnız sayıla bilən tək isim olar. So-dan sonra cəm isim qoya bilərik. So many deyə bilərəm, cəm isim qoya bilərəm, so much deyib sayma isim qoya bilərəm, amma adjective gələndə olmayacaqdır. 4-ə gəldikdə several of gəlibsə z olmalıdır. Yanlış. A huge istifadə olunacaqdır saymayanlarla. Pilots cəmdə olduğu üçün olmayacaq. O zaman bir dənə qaldı 6. A good many özündən sonra cəm isim gətirəcək C variantı. 20-yə gəldikdə of ifadəsi var. Deməli ofdan sonra da təyin edici var. Very'dən sonra a few olmaz. Very few olar. Bunu ataq getsin. The most da olmaz. Sadəcə most olardı. Bu hissə tamam. Digər tərəfə gəldikdə wouldn't be. Fiildən sonra nə gələr? Adverb funksiyasında çıxış eləyənlər. Several da buradan atacaq gedəcəkdir. 3-cü boşluğa gəldikdə prezentasiyanın çox hissəsi bəli match deyə bilərik. O zaman gedirik tərcüməyə. Deməli, most of my partners, mənim iş yoldaşlarım, tərəfdaşlarımın, əməkdaşlarımın deyək ki, əksəriyyəti düşünürdü ki, vaxt bütün informasiyanı, bütün təqdimatı əhatə etməyə kifayət etməyəcəkdir. Kifayət etməyəcəkdir və informasiyanın çox hissəsi ötürüləcəkdir. Bəli, elə A variantı doğrudur. 21-ə gəldikdə, although there are intelligent people. Cəm isim var boşluqdan sonra. Cəm isim varsa matcha ehtiyac yoxdur. Plenty-nin ofu yoxdur. Digərləri olduğu kimi qalsın. Və digər tərəfdə xəbər cəmdir. A little qoysam xəbər tək də olmalıdır. Bu da atacaq gedəcəkdir. O zaman also deyirsə bir tərəf təsdiq, bir tərəf inkarda olmalıdır. Baxmayaraq ki, bizim ölkəmizdə çoxlu intelligent, ağıllı, bacarıqlı insanlar var. Ancaq onların yalnız bir qismi öz arzularını reallaşdırma imkanına sahibdir. Bəli, C variantı doğrudur. Quite a few olduqca çox hissəsi. Axı biz also deyiriksə bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Ona görə C variantımız uyğunluq təşkil edəcəkdir. People die young now then varsa müqayisəyə geri dönüş edəcəyik. Many-ni ataq, very few was bunları ataq ya B ya da C variantı olacaqdır. Digər tərəfə gəldikdə I had only yenə zan varsa müqayisə ilə gedirik less C variantı. 23-də doğru cümlə lazımdır bizə. A good player devotes much time olar. Çünki many sayılanlardan istifadə olunacaqdır. Competition is a base part of the human experience. Article yoxdur. Bunda həm də burada much many aspects olardı. Much saymayanlarla istifadə olunacaqdır. I don't watch TV very little because there are hardly any television programs that I enjoy. Deməli, little zaten inkarlığı bildirir. Ona görə də onun inkar cümlədə istifadə etməyə ehtiyac yoxdur. D variantına gəldikdə, əgər if a door, əgər qapı cırıldayırsa, səs çıxarsa, several drops of oil, bir neçə damcı yağ bunun qarşısını alacaqdır. Deməli, severaldan sonra cəm isim gəlibdir. Doğru, bu doğrudur. E variantına gəldikdə it's impossible for one of human being to know every language, every özündən sonra sayıla bilən tək isim gətirəcəkdir. Bu da yanlış. 24. 24-də yenə bizə doğru lazımdır. There is only one özündən sonra cəm isim götürəcəkdir.
Digər tərəfə gəldikdə içdən sonra each children tək isim gəlməlidir. It's important for every student. Everydən sonra tək isim gələcəkdir. Every one of the members. Everyone ümumiyyətlə one dedikcə özündən sonra of götürübsə cəm isim götürməlidir. Bu da yanlış. Each one of your suitcase. Each one yenə one özündən sonra cəm isim götürübdür. Əla düppədüz E variantımız. 25. 25-də he was able to complete of the article. Deməli, boşluqdan sonra sayıla bilən tək isim varsa bizə nə lazım idi? Much. Dedik ki, much özündən sonra sayıla bilən tək isim götürür. Bir şeyin çox hissəsi mənasını ifadə edəcəkdir. Deyir, o müvəffəq oldu. Nəyə? Məqaləni tamamlamağa. Hansı məqaləni? Dünyanın, deyək ki, su ehtiyatı ilə bağlı olan, şirin su ehtiyatı ilə bağlı olan məqaləsinin çox hissəsini tamamlamağa müvəffəq oldu. Digər tərəfə gəldikdə water sayılmır. Qarşısına nə gələcəkdir? A huge amount of water. Doğru variantımız B variantı. 26-da in some highly developed countries, yüksək səviyyədə inkişaf etmiş ölkələrdə there are literacy classes for employees. İşçilər üçün savadlıq dərsləri var ki, hansı işçilər və canlılardan söhbət gedəcəkdir. Canlılardan söhbət gedirsə, maçı deyə bilməyəcəyik. Eyni sual və inkar cümlələrində adətən gəlir. A great deal of the sayılmayan isimlərlə gələcəkdir. Və burada zaten of var. Of varsa a lot of-un yanında çox ehtiyac yox idi. Ataq getsin, o zaman C variantı. Bir çox işçilər üçün. Hansı işçilər? Deməli, məktəbi bitirməmiş, yəni necə deyək bunu? Məktəbi hətta elə məktəb bitirməmiş işçilər üçün savadlıq dərsləri tədris edilir. Bir çox inkişaf etmiş ölkələrdə. Bu doğru. Digər tərəfə gəldikdə isə even heavy fines, hətta yüksək cərimələr, ağır həbslər belə insanları cinayət törətməkdən qarşısını ala bilmir. Yəni onlara çox az təsir göstərmiş olur. Difference-da sayılmayan isim olduğuna görə bəli, little-ı geri dönüş edəcəyik. Doğru variantımız C variantı. 27 düzgün lazımdır. I can appreciate why this is such a big problem for you. Doğru. Such a. Tək isim doğru. B variantına gəldikdə he compensated for his lack of money by doing most of the work. Most özündən sonra of gətiribsə article olmalıdır. Və yaxud da ki, most work deyə bilərik. Yanlış. Many of the cities article lazımdır. Yanlış. All of the birds yenə z lazımdır. Yanlış. E variantına gəldikdə isə one of the equipment in that room is made of wood. One of the equipment in that room. Burada da deməli yanlış nə olacaqdır? Dedik ki, one of özündən sonra cəm isim alacaqdır. Equipment sayılmadığına görə, ona görə istifadə edə bilmirik. Bu da buna görə yanlış. A variantımız doğru. 28-də I spent time. Time sayılmır. Sayılmırsa great many of istifadə edə bilmirəm. A number of istifadə edə bilmirəm. Almost time. Almost birbaşa isimlə gələrmi? Bunu bir dənə saxlayaq. Digər tərəfə gəldikdə meters sayıla bilən cəm isimdir. Okay. Gedək tərcüməyə. Mən vaxtımın çox hissəsini, gecələr vaxtımın çox hissəsini səni düşünərək keçirdirəm. C variantını qoya bilmirəm. Niyə? A lot. A little-dan sonra of qoyuramsa, ofdan sonra bir təyin edici lazımdır bizə. İkinciyə gəldikdə o bir neçə metr irəliyə tullandı. Olduqca bir neçə metr və ya da bir neçə metr. Burada doğru variantımız B olacaq. Çünki almost time biraz natamam ifadə səslərini onu tam formada istifadə edə bilmir. Çünki almost demək olar ki, vaxta bax. Demək olar ki, vaxt nə? Tam cümlə alınmır. Doğru variantımız B variantı. 29-da uyğunsuzluq lazımdır. There were a few people on the beach. Çimərlikdə bir neçə insan var idi. Buna görə də mən tamamilə yalnız deyildim. A few bəli, az da olsa var. Doğrudur. Everyone should have a check-up with a dentist every 6 months. Hər 6 aydan bir hər kəs yoxlanmalıdır. Every özündən sonra say götürüb cəmsim götürəcəkdir. Doğru. We have little bread. Bizim çörəyimiz little yoxa bərabərdir, yoxdur. Deyə bilmərəm ki, kifayətdir. A little olsaydı, okay, o zaman deyərdim it is enough. Amma sadəcə little yoxa bərabərdir. O zaman deyə bilmirəm ki, kifayət qədər var. C variantımız yanlışdır. We have lots of time to catch the plane.
Təyyarəyə çatmaq üçün çox vaxtımız var. Lots of ifadəsi özündən sonra hər növ isim gətirə bilir. Ya sayılmayan ya da sayılan cəm doğrudur. They have very little knowledge about the politics. O siyasət barəsində çox az biliyə sahibdir. Very özündən sonra little few bu ifadələri gətirir. Bu da doğrudur. Yanlış variantımız C variantı. 30. I have thrown out stale food. Food sayılmır. Sayılmırsa the majority sayılan isim gətirəcəkdir. A number of sayılan isim gətirəcəkdir. Many sayılan isim gətirəcəkdir. Digər tərəfə gəldikdə isə advantage cəmdədir. Cəmdədirsə maçla yer dönüş edə bilmirik. E variantı. 31. 31'e gəldikdə isə her husband tried to convince her to reject the food. Əri deyir, çalışdı ki, onu inandırsın ki, o yeməkdən əl çəksin. Ancaq əl çəkməsi istəyir. Ancaq nə deyəcəkdir? O ondan yəqin deyəcək ki, biraz da olsa yedi. Deməli, bizə müsbət bir şey lazımdır. Neyzələrin onu ataq. Several da özündən sonra cəmsimalardır. O it olduğuna görə samla davam edəcəyik. 2-yə gəldikdə isə ikinciyə. Deməli, before the gathering that night, there was adəti üzrə evdə biraz təmizlik işləri getdi. Biraz bir qədər təbii ki, sam olacaqdır. Çünki mən özündən sonra cəmsim qəbul edir. B variantı. 32. None all of the children went outside. None gəldiyinə görə digər tərəfdə biz bossla davam edə bilməyəcəyik. Niyə? Çünki boss neyzə olanda istifadə olunur. Buradan bossu ataq getsin. None of all the children went outside. Uşaqlar heç də hamısı bayıra çıxmadı. Yəqin deyəcək ki, bir neçəsi və ya bəziləri içəridə qaldı. Deməli, hər iki tərəfə nam qoya bilmirəm. Bunu da atacağım. Digər tərəfə gəldikdə I have to go to the supermarket. Mən supermarketə getməliyəm. Çünki Lucy də, Betty də məşğuldur. And varsa bossla davam edəcəyik. Ya B ya E olacaqdır. Hansı variant olacaqdır? Bir daha baxırıq. Şagirdlərin heç də, tələbələrin heç də hamısı çölə çıxmadı. Onların bir neçəsi içəridə qaldı. Hər biri içəridə qaldı, yox, bir neçəsi içəridə qaldı. B variantı. Digər tərəfə gəldikdə both and hər ikisi. 33-ə gəldikdə isə although it has many benefits, baxmayaraq ki, bir çox faydaları vardır. Green tea has also been found to have, çox içiləndə onun mənfi təsirləri də ola bilər. O zaman boşluqdan sonra cəmsim var. The number özündən sonra cəmsim alar, amma ki, say mənasını ifadə edəcək. Bizə çox-çoxlu mənasını ifadə edən lazımdır. Only a few, only a little sayılmayan isim, a great deal of sayılmayan isim. Ya A olacaqdır, ya B olacaqdır. Bu tərəfimiz deməli nədir? Baxmayaraq ki, bir çox təsirləri vardır. Bir çox faydaları vardır, amma bununla bərabər mənfi təsirləri də vardır. Çox az mənfi təsir yox, bir çox mənfi təsir də vardır. A number of B variantı. 34-ə gəldikdə boşluqdan sonra leg var. Deməli, iki bədən üzvüdən söhbət gedəndə iç, 2-dən artıq olarsa evri olardı. Burada da B variantı. 35. Tələz və only have, only varsa a little-dan geri dönüş edəcəyik. Çünki time sayılmır. We only have a little time. Digər tərəfə gəldikdə isə the article var. The article varsa birbaşa the article ilə isim götürən hansı idi? Oldu, bossdu. Bunları istifadə edərək. Ona görə A variantı. None birbaşa Z götürə bilmir. Of götürüb sonra Z götürəcəkdi. 36. We are facing serious issues. Biz bir çox ciddi məsələlərlə üz-üzə gəlirik. Niyə? Çünki çoxlu çirklənmə var. To özündən sonra nə olacaqdır? Elə birləşmələr qəbul etmir və sayılmayan isim olduğuna görə many ilə davam edəcəyik. Digər tərəfə gəldikdə deməli, xəbər təkdədir. Xəbər təkdədirsə the number of ifadəsinin geri dönüş edirik. Digər tərəfdə də smoke, a lot of həm sayılan, həm sayılmayan isimlərlə istifadə olunur. 37. Yanlış variant lazımdır. Almost all the fish. Demək olar ki, bütün balıqların hamısı, akvariumda olan bütün balıqların hamısı ölmüşdür. Bəli, almost bayaq qeyd etdik ki, birbaşa isimlə qoya bilmirik, məna alındıra bilmirik. Amma all qoyub, bəli, isim götürə biləcəyik. Doğrudur. Some of the students. Some özündən sonra of götürüb Z artiklı götürəcəkdir. Doğru. Bu da doğrudur. C variantına gəldikdə isə most
Of, most xüsusi isimlərlə birləşəndə of götürməlidir. Əlinin kitablarının bir çoxu ərəb dilində yazılıb, of yoxdur, C variantı yanlış. All birds have wings. Quşların hamısının qanadları vardır. Amma heç də hamısı uça bilmir. Bəli, all qarşısına not hissəci qəbul edə bilir. Bu da doğrudur. Digər tərəfə gəldikdə inkardan sonra any gəlibdir. Sam hasn't met any of the students. Of gəlib, ofdan sonra da the article. Bu da doğrudur. The other class. The other özündən sonra sayılan cəm isim də gətirə bilir, tək isim də gətirə bilir. 38. Deməli, 1945-ci il mayın 8-də 2-ci Dünya müharibəsi Avropada rəsmi olaraq bitdi. Və boşluqdan sonra sayıla bilən tək isim var. Dünyanın bir hissəsi isə xarabalığa, çox hissəsi isə xarabalığa çevrildi deyə B variantımız doğrudur. 39-a gəldikdə isə bizə yanlış lazımdır. Enough özündən sonra sifət gəlib isim gətirəcəksə, cümlə başında istifadə oluna bilir. Sondakı sayılan isim cəmdə olmalıdır, doğrudur. Bizə yanlış lazımdır. Enough sifətdən sonra gəlirsə, sifəti təyin edir, isim təkdə də ola bilər, cəmdə də ola bilər. Cəm verib doğru. Enough başda gəlirsə, sifətdən əvvəl gəlirsə, sondakı isim sayılansa cəmlənməlidir. Yəni enough-ın yanında artikl olması yanlış. D variantı da enough ortada gəlib. Ortada gəlibsə isim təkdə də olar, cəmdə də ola bilər. Doğru. Enough birbaşa isimlərlə də birləşə bilər. Sayılan isim mütləq cəmdə olmalıdır. Bu da doğru. 40. They found eras cəm isimdirsə hər birini qoya bilmirəm. Qoya bilirəm daha doğrusu. Boşluqdan sonra yenə cəm isim var ikinci tərəfdə. Deməli, onlar məruzənin bir neçə hissəsində səhvlər tapdılar. Hər birini qoya bilirəm ikinci tərəfdə. A few da ola bilər, a few, a number of, several of. Hər birini qoya bilirəm. Amma belə bir şey var ki, severaldan sonra of qoydumsa, ofdan sonra z lazım idi bura. Buna ataq getsin. Sonra üçüncü tərəfə gəldikdə isə but they managed to correct, lakin onlar həmin səhvləri düzəltməyə müvəffəq oldular. Mostdan sonra of qoymuşamsa z lazım idi. Bunu da atacağıq. A great deal of sayılmayan isimlərlə istifadə olunur. Mistakes cəmdə deyə bunu da atacağıq. Ya A ya da C variantı olacaqdır. Deməli, digər tərəfə gəldikdə isə bir neçə, deməli, onlar hesabatın bəzi hissələrində çoxlu səhvlər, bir neçə səhv tapdılar və ya çoxlu səhvlər tapdılar və həmin səhvləri sometime, müəyyən müddətə düzəldə bildilər. All of the time yox, sometime, müəyyən müddətə düzəldə bildilər. A variantı. 41. Yanlış istəyir. Each of the students olar. Of-u yoxdur, elə A yanlışdır. Little opportunity doğru. A few children doğru. One of özündən sonra cəm isim almalıdır, doğru. Ever özündən sonra tək isim alıb, doğru. The rain continue for, deməli, nə deyə bilərik? Hamısında ofdan sonra z qoyubdur. Bu tərəfi saxlayaq. But fortunately, ancaq xoşbəxtlikdən yağış davam etdi. Deyək ki, bir neçə gün və günün əksər hissəsinə davam etdi. Amma xoşbəxtlikdən şəhərə. Xoşbəxtlikdən deyirsə, deyəcək ki, yəqin ki, belə deyəcək, şəhərə az ziyan vurdu. Lots of çox ziyan vurdu. Xoşbəxtlikdən çox ziyan vurdu deyə bilməyəcəyik. Maçda yenə o qəbildəndir. More da o qəbildəndir. Few da ki, sayılan isimlərlə istifadə olunacaq. Doğru variantımız D variantı. Yağış günün çox hissəsində davam etdi, amma xoşbəxtlikdən şəhərə çox az zərər vurmuş oldu. Little damage demək olar ki, şəhərə zərər vurmadı. Negativ mənanı ifadə edəcəkdir. 43. 43-də my camera always lets in the light. Light necə isimdir? İşıq, sayılmayan isimdir. Sayılmayan isimdirsə, fewer sayılan isimlər istifadə olunacaqdır. Deməli, birinci tərəfdə hər birini verə bilirik. İkinci tərəfə gəldikdə isə James work, the article var. The article varsa, deməli, nə götürə bilərəm mən burada? A good deal of sayılmayan isimlərlə istifadə olunacaqdır. Majority-nin of-u yoxdur. Ümumiyyətlə, a good deal of da of yoxdur. Bunu deyək. A number of da ki, özündən sonra cəm isim götürəcəkdir. Xüsusi isimlərlə birləşən nə idi? Most ifadəsi. Jamesin işinin böyük bir qismi uşaq psixologiyasının inkişafı ilə bağlıdır. Birinci tərəfə gəldikdə isə my camera always lets the right amount of light for the pictures. Mənim kameram həmişə şəkillər üçün düzgün formada işıq seçə bilir, düzgün miqdarda işığı tənzimləyə bilir. A variantı. 44.
Much of Europe, much xüsusi isimlərlə birləşəndə of götürəcəyik, doğru. Enough water, enough sayılma isimlərlə istifadə oluna bilir. Cold enough water, enough ortada gəlib adjective aiddir, sayılma isim götürüb ola bilər. Most of Asia, most özündən sonra of götürüb xüsusi isim götürə bilir. Much more water, much-dan sonra more, many-dən sonra more, some-dan sonra more istifadə edə bilirik. Hər biri doğrudur. 45. 45-ə yenə bizə doğrular lazımdır. Baxaq. A little attention sayılmayan isim doğru. Equal to many özündən sonra cəm isim gətirəcəkdir, doğru. Most of özündən sonra sayıla bilən cəm və ya accommodation sayılmayan isim götürə bilir. Enough pressure, enough sayılmayan isimlərlə də gələ bilir. Lots of impressions cəm isim gətirib, doğru. Enough, many özündən sonra, many birləşməsi özündən sonra sayıla bilən tək isim götürəcək. Bu da doğru. Hər biri doğrudur. Heç bir problem yoxdur. I know boşluqdan sonra sayıla bilən tək isim gəlibsə, deməli, mən kitabın çox hissəsini bilirəm. Bir şeyin çox hissəsi much olacaqdır. Digər tərəfə gəldikdə isə dünyanın çox hissəsi, much of the world, doğru. Much of Europe, Avropanın çox hissəsi xarbalığa çevrilib, bu da doğrudur. Deməli, 47-də isə the place was spacious. Spacious with boşluqdan sonra nə gəlibdir? Room sayılmayan isim. Yer mənasında sayılmayacaqdır. Sayılmayandırsa article götürə bilməyəcəyik. Digər tərəfə gəldikdə people cəmdədir. Ənazə tək isim alacaqdır. Lots-un ofu yoxdur. Ya A ya da ki D variantı ilə geri dönüş edəcəyik. Baxaq görək hansı olacaqdır. The place was spacious with the little room or a lot of və ya da lots of room. Restoranın ətrafında deməli, geniş istirahət etmək üçün restoranın ətrafı geniş yerlərlə əhatələnmişdi deyərik. Yəni, çoxlu yerlərlə əhatələnmişdi deyərik, yoxsa little az yerlə əhatələnmişdi. Əgər spacious deyiriksə, bu yer genişdirsə, o zaman deməli, restoranın ətrafında istirahət etmək üçün çoxlu yerlər var deyərik. Lots of-la geri dönüş edərik. Digər tərəfə gəldikdə isə there were some people on the street that fought with one another. Küçədə bir-biri ilə döyüşən bir neçə adam var idi. Burada yenə samla geri dönüş etdik. 48. Cities having inkar varsa, inkar olan cümlədə much-la geri dönüş edəcəyik. Çünki birincisi sayılmayan isim var, many-ni atırıq. İnkar olan cümlədə də little ehtiyac yoxdur, çünki özü inkarlığı ifadə edəcəkdir. Digər tərəfə gəldikdə than var, müqayisə. Müqayisə varsa, deməli, less, fewer ifadəsi və gravity də sayıla bildiyinə görə A variantı. 49. Hawaii has ethnic and cultural diversity. Sayılmayan isim var. Sayılmayan isim varsa, fewer ataq getsin. Many-ni də atacağıq. Digər tərəfə gəldikdə isə countries cəmdədir. Cəmdədirsə və cümlədə bizi müqayisəyə üstünlük aparacaq ipucu varmı? Yoxdur. O zaman sadəcə A variantı doğru variant olacaqdır. Doğru variantımız, daha doğrusu A deyirəm, B variantı. Burada da zəni görmürük, zən bağlayıcısı var. Hawaii USA-da olan digər ştatlara nisbətən daha çox etnik və mədəni fərqliliyə malikdir ki, burada olan insanlar başqa ölkələrdən gəliblər. B variantımız. 50. 50-yə gəldikdə too big a balloon. Deməli biz to-dur, so-dur, as-dir özündən sonra bir halda isim götürə bilirik ki, özündən sonra sifət gəlsin və sayıla bilən tək isim olsun. Doğru. What a great breakfast. Doğru. Adətən breakfast dediyinədir, sahədə article götürmür. Amma təsvir edici təyin olanda article götürəcəkdir. Such an interesting story article yoxdur. Enough cümlənin ortasında gələndə özündən əvvəl gələn sifətə aid olur. İsim də sayıla bilən, deyək ki, tək də ola bilər, cəm də ola bilər, sayılmayan da ola bilər, doğrudur. 5-ə gəldikdə isə article ya razıdan əvvələ, ya da razıdan sonraya keçər. Burada ehtiyac yoxdur. 1, 2, 4 B variantı. 51. Too bad a day. Dedik ki, to özündən sonra adjective alıb sayıla bilən tək isim götürəcəkdir. Rather difficult question. Bu da doğru. Article sağa da ala bilər, sola da ala bilər. Really a nice, really. Really article özündən əvvəl alacaqdır. So'dan sonra da birbaşa article olmaz.
A variantı. 52. Only'dən sonra a lot of gəlməyəcək. A lot of yalnız saçla gələcəkdir. Yanlış. Only özündən sonra ya a little ya da ki, a few götürəcəyik. Doğru deyirəm. Buradakı little amma quantify kəmiyyət ifadə etmir. Buradakı little balaca mənasını ifadə edəcəkdir. Balaca bir uşaq. Only özündən sonra little-ı balaca mənasında da götürə bilir, amma bu zaman mütləq sayıla bilən isim olmalıdır. Doğru. Only little ones, yalnız balacalar, yəni balaca olanlar. Burada yenə cəm isim olduğuna görə little balaca mənasını ifadə edibdir və only'dan sonra biz little-ı bir halda qoya bilərik ki, özündən sonra cəm isim gəlsin. Kəmiyyət ifadə edərsə, o zaman yalnız a little istifadə edərik və sayılmayan isim qoyarıq. 4-ə gəldikdə isə a great deal of sayılmayan isimlərlə istifadə olunur. Cəm isim götürüb dedik, yanlış. 2, 3, C variantı. 53. In Africa. Deməli, xüsusi isim var. Xüsusi isim varsa, maçdır, mordur, mostdur, xüsusi isimlə birləşəndə mütləq of götürməlidir. Ona görə yalnız 4. Halfa gəldikdə isə half birbaşa xüsusi isimlərlə birləşə bilir. 3, 4. E variantı. 54. Such a lovely color, such özündən sonra article götürəcəkdir. Doğru. Numerous projects, numerous özündən sonra cəm isim götürüb. Doğru. Several'dan sonra cəm isim olmalı idi. News sayılmırdı. Yanlış. Quite'dəki article özündən sonra alır. Əvvələ yox. Bu da yanlış. A variantı. 55. My mother invited me related to my birthday, but çoxlu qohumlar dəvət elədi, ancaq but deyirsə, bura müsbətdirsə, burada mənfi ilə, yəni daha az gəldi deyəcəyik. O zaman an amount sayılmayan isimlər istifadə olunacaqdır. Bizə mənfi məna lazımdır deyə anda çıxacaq. The number of sayı gəldi yox, onların sayı gəldi yox, onların çox az bir qismi gəldi deyərik. Digər tərəfə gəldikdə isə, təbii ki, burada only a few ilə davam edəcəyik. Digər tərəfə gəldikdə isə Berlinin çox hissəsi deyiriksə, özündən sonra sayıla bilən tək isim olan təbii ki, maç B variantı. 56. 56-ya gəldikdə a single hurricane can put back the development of the country cəm isim var. Tək bir qasırğa bir ölkənin inkişafını 10 il, hər 10 il geri sala bilər, yoxsa təxminən 10 il geri sala bilər. Deməli, burada doğru variantımız sam olacaqdır. Düzdür, biz everydən sonra rəqəm qoyub cəm isim qoya bilərik, amma hər 10 il geri salır yox. Təxminən 10 il geri salır. Bir qasırğa bir ölkənin inkişafını təxminən 10 il geri atır. Sam da bilirik ki, sayıların qarşısına gələndə zərf olur və təxminən mənasını ifadə edəcəkdir deyə doğrudur. 57-yə gəldikdə he nevertheless wish to ask specific questions. Özündən sonra cəm isim gəlibsə, a number of deyəcəyik. Plenty-nin qarşısında e işlənməz. A number of-u yoxdur. A artiklı yoxdur. E birləşməsi yoxdur deyə bir də 3-5. Davam edirik 58-dən. I am one of the people cəmdir. Cəmdirsə maçı qoya bilməyəcək, maçı qoya bilməyəcək. One of the too many deyə bilmirəm. O zaman mən onu tapmaqda deyək ki, vəzifələndirilmiş, onu tapmağa yönəldilmiş bir çox insandan biriyəm. Many ilə davam edəcəyik. 2-yə gəldikdə deməli, water has become a scarce resource in the many countries. Yenə cəm isim olduğuna görə many. How many times have you been? How many? How much? Təbii ki, burada da times neçə dəfə Türkiyədə olmusan? Sən neçə dəfə Türkiyəyə getmisən? Burada da how many birləşməsi yenə doğru olacaqdır. A good few friends 59-a gəldikdə deyə bilirəm. Many-dən sonra more gələ bilər, doğru. What a big lunch. Lunch təkcə artikel qəbul etmir, amma big olduğuna görə götürəcəkdir. One more question A artiklına ehtiyac yoxdur. To-dan sonra da more qoya bilərik. More isim cəmlənməli idi. A variantı. 6-ya gəldikdə she is of a psychologist then varsa müqayisə ilə geri dönüş edəcəyik. Bizə müqayisə lazımdır. Digər tərəfə gəldikdə isə yenə then var. Variantların içində də sadəcə müqayisə much more-dur. There isn't traffic sayılmayan isim var. Sayılmayan isim varsa miniləri ataq. Cümlə inkarı olduğuna görə little ehtiyac yoxdur. Maçdan sonra of qoysam, artiklı qoyub sayıla bilən tək isim götürməliyəm. Amma buradakı sayılmayan isim olduğuna görə təbii ki, yenə inkarlıq varsa maçla geri dönüş edirik. 62.
62-də some of the people will not attend the ceremony. Bəzi insanlar və yaxud da çox adam mərasimə gəlməyəcəkdi. Cəm isim var. Xəbər daha doğrusu cəmdir. Xəbər cəmdirsə, artıq onların bir neçəsi mənə məlumat verib. A lot of-u isimli istifadə etməliyəm. If you-nu saxlayaq. Onların bir neçəsi və ya çoxu mənə məlumat verib. Ya if you ya da many ilə geri dönüş edəcək. Digər tərəfə gəldikdə isə to var. To özündən sonra eyni birləşmələr qəbul etmir. Ya C ya D olacaqdır. Doğru variantımız təbii ki D variantı. Bizim daha çox könüllüyə ehtiyacımız var. Bizə kömək edəcək. There are too few people to help us. Bizə kömək edəcək çox az adam var. To varsa to'dan sonra ya few ya little istifadə edəcək. Burada da insanlardan, canlılardan söhbət getdiyinə görə təbii ki few istifadə olunur. Doğru variantımız D variantı. 63. Cəm tıxac mənasında sayılır, amma mürəbbə mənasında sayılmır. Such as your apple jam burada mürəbbə mənasını ifadə edir, olmaz. Amma burada tıxac mənasını ifadə etdiyinə görə article qoya bilərik. So few international problems. So'dan sonra few gələcək isim cəmlənib doğru. So'dan sonra eyni birləşmələr olmaz, yanlış. 2, 3, C variantı. 64. Uyğunsuzluğu istəyir bizdən baxaq. I will have to pay a large amount. Bir miqdarını ödəyəcəyəm, ödəməli olacağam. İsmi atıbdır, doğru. A majority of teachers, a majority özündən sonra isim götürəcəkdir, doğru. Xəbərdə cəmdir. The number of students is at the party. The number xəbəri bəli təkdə olur. Amma burada deyir ki, deməli, çoxlu tələbələr partidə idi. The number yox da a number deyəcəyik. Xəbərdə cəm olmalıdır, yanlış. There are so many interesting books. Doğru. A dozen of their horses. A dozen ifadəsi də özündən sonra of götürür. Mütləq təyin edici götürməlidir və isimdə cəmlənməlidir. Bu da doğrudur. 65. 65-ə gəldikdə it took of time. Of-dan sonra təyin edici yoxdursa, deməli bizə elə bir birləşmə lazımdır ki, of-un özündə olsun. Enough-dan sonra of qoysaq z lazımdır. A little-dan sonra of qoysaq z lazımdır. A good many ümumiyyətlə sayma isimlə gəlməyəcəkdir. Much more yenə eyni qayda. Of gələndə of artıq kənardan gəlmiş olur. Doğru variantımız B variantı. It took a good deal of time and money. Çoxlu pul və zaman tələb edəcəkdir. Nə? Bir proqramı initiate başlatmaq. Hansı proqram? Maşınların yenidən emalını, maşınların təkrar emalını yaxşılaşdırmaq üçün lazım olan o proqramı yenidən initiate başlatmaq nə tələb edəcək? Çoxlu vaxt və zaman tələb edəcəkdir. 66. Give me and I'll understand, you will understand me completely. Deməli, mənə 10 dəqiqə ver və sən məni tam başa düşəcəksən. O zaman mənə daha 10 dəqiqə, əlavə bir 10 dəqiqə ver, o zaman sən məni başa düşəcəksən. Ən az özündən sonra say götürüb cəmsim götürəcəkdir. Daha, başqa mənasını ifadə edir. 67. 67-yə gəldikdə the survey showed that araşdırmalar göstərdi ki some topics received, bəzi deyək ki, mövzular vardır ki, onlar Avropa ölkələrindən, yəni Avropa ölkələri tərəfindən daha çox interest, marağa səbəb olubdur. Burada bizim bir dənə ismimiz var, interest. Necə isimdir? Sayılmayan isimdir. If you-nu atıram. Nan birbaşa isimlə istifadə oluna bilmir. Biz nandan sonra of qoyub, z qoyub isim qoya bilərik. Sayılmayan və ya sayılan cəm isim. Xəbərdə deməli həmin ismə görə təyin olunacaqdır. Plenty əgər təkcə işlənirsə, o zərf funksiyasında çıxış edir və hərəkətə aid olur. Amma burada boşluqdan sonra isim varsa plenty qoya bilmirik. Plenty'dən sonra of götürüb, bəli, o zaman ya sayılan cəm və sayılmayan isim götürə bilərəm. So'ya gəldikdə isə so birbaşa isimlə istifadə oluna bilmir. Birbaşa isimlə istifadə oluna bilər. Məsələn, such, enough. So isim götürə bilirmi? So özündən sonra sifət götürüb sayıla bilən tək isim götürə bilər. Article isim. Amma so'dan sonra biz sifət qoyub sayılmayan isim və yaxud da ki sayılan cəm isim qoya bilmirik. Əgər sifət varsa. Amma so'dan sonra many qoyub, much qoyub qoymaq olar. O zaman doğru variantımız E variantı. Deyəcək ki, bəs most Z qəbul etmirdi. Bəli, most Z qəbul etmir. Amma digərlərinə nisbətən daha çox mənasını ifadə etmək istəsək, o zaman mostun qarşısına Z verə bilərik. Yəni ki, sorğu göstərdi ki,
Avropa ölkələri bu mövzuya daha çox, ən çox maraq göstərib. Yəni digərlərinə nisbətən Avropanın marağı daha çoxdur. Digərlərinə nisbətən daha çox deyiriksə, məsələn, Lalə digərlərinə nisbətən daha çox meyvə topladı. O zaman mostun qarşısına the article-ını verə bilirik. Doğru variantımız E variantı. Deməli 68-də isə whoever has money sayılmır. Left over from their paycheck on Friday wins. Okay. Bizim müqayisəyə aparacaq bir şey olmadığına görə lesi atırıq. Sual cümləsində sama ehtiyac yoxdur. Sam nə zaman istifadə olunur sual cümləsində? Would you like falan cümlələrdə, yəni təklif, xahiş, can I have təklif ifadə edən cümlələrdə. Quite isimlərlə birbaşa gələ bilər. Nonu da verə bilərəm. Amma bizə tərcümə lazımdır. Whoever has left over from their paycheck, kimin deyir ən çox pulu qalsa, şənbə günü, o mu qalib olur? Daha çox digərlərinə nisbətən kimin daha çox pulu qalsa. Nə dedik? Dedik ki, daha çox mənasında digərlərinə nisbətən daha çox, ən çox mənasını ifadə edən nə idi? Most. Biz onun qarşısına z artiklını qoysaq, digərlərinə nisbətən daha çox, ən çox mənasını bildirmiş olacaq. O zaman D variantını doğru götürə bilirikmi? Bəli, doğrudur. Doctors say that there are kinds deyir, cəmisim deyir, maçı ataq. Several kinds of headache, həkimlər deyir ki, baş ağrısının bir neçə səbəbləri ola bilər. Və boşluqdan sonra kind. Necə isim gəlibdir? Tək isim gəlibdir. Maç sayılmayanlardan istifadə olunur. Mordu, mostu onlarda ki, özlərindən sonra gətiricik sayıla bilən isim gətirirlərsə, həmin sayıla bilən isim cəmdə olmalıdır. O zaman götürə bilmirik. Doğru variantımız nə olacaq? E. Each kind begins, hər bir növ, yəni hər bir baş ağrısı növü begins in different places. Müxtəlif yerlərdə, yəni başın müxtəlif yerlərində başlayır və onların müalicəyə ehtiyacları vardır, müalicə olunmalıdır. Each kind, each isimlə də istifadə oluna bilər, each təkcə də istifadə oluna bilər. Yəni biz tək formada da içi xəbərin qarşısına qoya bilirik və ya isimlə də istifadə edə bilirik. İçdən sonra of qoyub cəm isim qoya da bilərik. Xəbər isə hər zaman içə görə təyin olduğuna görə təyin olunur və xəbər təkdə olur. Doğrudur. 70-ə gəldikdə isə 70-də nəyə diqqət yetirəcəyik? The instructor gave özündən sonra miqdar götürüb, yəni miqdar sayı götürüb cəm isim götürənlər nə ola bilər? Every ola bilər, ənazir ola bilər və s. Ona görə gəlin bu azəni cümlədən ataq. Digər tərəfə gəldikdə cümlədə to var. Nə dedik? To özündən sonra eyni birləşmələr götürmür. To-dur, so-dur, as-dir, bunlar verin özüdür. Bunlardan sonra few, little, much, many bunlar qoyarıq. Amma eyni birləşmələr olmaz. Ona görə bunları da ataq getsin. Yaxşı, bəs biz eyni birləşmələri nəydən götürə bilərik? Only-dən sonra only a few, just a few, only a little, just a little və s. Bu formada götürə bilərik. A lot of da isə yalnız və yalnız saçıla gələcəkdir. Deməli, təlimçi gave me, deməli, mənə daha 10 dəqiqə verdi. Niyə? Çünki küçədən o diqqəti yayındıran səslər çox idi. Doğru variantımız C variantı olacaqdır. Deməli, bu da belə və burada bir neçə əsas məqamlar vardır ki, istəyirəm bunu qeyd eləyək biz burada. Deməli, qarşımıza ən çox çıxanlar nə oldu? Birinci başlayırıq maçdan. Bəli, maç özündən sonra sayılmayan isim götürür. Amma biz maçdan sonra of qoyub sayıla bilən tək isim qoya bilərik. Məsələn, Much of the city, şəhərin çox hissəsi və ya maç xüsusi isimlərlə də birləşə bilər. O zaman isə z-yə ehtiyac yoxdur. Much of Africa, Afrikanın çox hissəsi. Xəbər də necə olacaqdır? Təkdə olacaqdır. Bundan əlavə, many. Many özündən sonra cəm isim gətirir. Amma bəzən görəcəyik ki, many e birləşməz. Bu nədir? Many e özündən sonra tək isim gətirir. Many students. Tək isim gətirir, bəli, xəbər tək olacaqdır. Amma ki, elə bu many-yə bərabər olacaq. Many a student has failed the exam. Elə many students has failed the exam. Eyni mənanı ifadə edəcəkdir. Başqa nə deyə bilərik? A lot of birləşməsi vardır. A lot of
bərabərdir lots of-a və ya lots of ifadəsi də bizim qarşımıza çıxa bilər. Bunları da görə bilərik. Bəs sadəcə the lot qoysaq bu nədir? The lot isimdir və everything mənasına bərabərdir. Yəni hər bir şey deməkdir. Bir də gələcək plenty-yə dedik ki, plenty tək formada istifadə olunduqda adverb funksiyasına çıxış edir. Amma plenty-dən sonra of gələcəksə o zaman isim götürəcək. Sayılan və ya sayılmayan isim ola bilər. More-a gəldikdə some more, many more, a few more, a little more bu birləşmələrin hər birini istifadə edə bilirik. Bu qədər əziz müəllimlər, ümid edirəm faydalı olar. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarımızın davamından xəbərdar ola biləsiniz. Sağ olun, salamat qalın.